Yer kürəsinin ən böyük qitəsidir. Sahəsi 44 milyon kvadrat kilometrdir. Axırsız, şimaldan şimal buzlu okeandır. Şərqdə sakit okeandır, cənubda Hind okeanının sularından əhatə olunur. Himalaya dağlarının ən uzun zirvəsi hansıdır? Everestdir. Everestin hündürlüyü nə qədərdir? 8848 metr. Həmin zirvə Nepalla və Hindistan arasında yerləşir. Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtlik biz onda. Ve güllər informasiyanın sürətidir. Ve həmin sürətə sərf olunan zamandır. Bir tövmətdən için yanardı. Saf dövri onluq kəsirlər necəydi uşaqlar? Bəli, dövr birbaşa vergüldən sonra dövr başlayır. Qarışıq dövri onluq kəsir. İndi bunu oxunun ki necədir? Dövri onluq kəsir. Sıfırdan 1/10, dövrdə 6. Xüsusiyyətidir. Siz aşağı siniflərdə qidalama haqqında məlumat əldə qidalamanın nə olduğunu bilirik. Məktəbirləri ömrümün ən şirin duyğulu qaygısız günləri. Hər anı bir ömrə bərabər seyirli. Вслед за летом, осень идет. Желтые песни, ей ветер поет. И здесь краски показаны. Deyin mənə hansı rəngləri göstərir? Желтые, красные, белые, синие. Avropa mənşəli alınma sözlərdə ki hərfi əgər işlənərsə, ki hərfidən sonra incə sahib işlənərsə, ki hərfi tələffüz zamanı olduğu gibi ki səsi gibi tələffüz olunur. Məsələn, kino, anket, k'dən sonra incə sahib işlənib, anket, maket, k'dən əvvəl incə sahib işlənib, olur dekabr. Mikser sözündə k'dən əvvəl incə sahib işlənib, olur mikser hərfini tələffüz zamanı 5 səsi ifadə edir. K səsi kimi, K səsi kimi, Y kimi, sonra Y kimi, bir də xıyışdırıq səsi kimi, səsi kimi tələffüz olunur. Ne asandı ne asan. Xəbərsizdik ömrümüzə biz hələ. Tale yazan pozulmayan yazıdan. Touch your hands. Touch your head. Okay. Touch your eyes. 1, 2, 3. Close your hands. Touch your hands. Show your head. Head. Yes. What is it? Məktəbilləri ömrümün ən şirin duyğulu qaygısız günləri.